Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyirli olsun. Bu gün sizə xüsusilə tez-tez səyahət edənlər üçün Apple ekosistemi ilə ideal formada uyğunlaşan 6 fərqli premium aksesuar barəsində məlumat verəcəm. Haqqında danışacağım cihazlar Satechi-nin üçlü enerji stansiyası, 10000 mAh-lıq MagSafe dəstəkli power bankı, 7 girişli USB hub'ı, 145 W'lıq qalium nitrit texnologiyalı adapter başlığı, səfər çantası üçün məkan məlumatını göndərən baqaj etiketi və ən əsası pasportunuz itirəndə onu rahat tapmaq üçün pasport qabı olacaq. Bu gördüyünüz məhsullara keçid eləmədən öncə qısa da olsa brend haqqında məlumat verim. Satechi brendi 2005-ci ildə ABŞ-ın Kaliforniya ştatında qurulan premium smartfon aksesuarları istehsalçısıdır. Bu şirkət nadir üçüncü tərəf şirkətlərdən biridir ki, məhsulları tam olaraq Apple cihazlarının standartlarına uyğun formada hazırlandığı üçün rəsmi olaraq Apple Store-ların aksesuar bölməsində satılır. Buna da əsas səbəb şirkətin istehsal etdiyi məhsullar həm Apple'ın dizayn fəlsəfəsinə uyğun olaraq minimalist, alüminium materialından və daha çox Apple rənglərinə uyğun formada hazırlanması, eyni zamanda Apple'ın tələb elədiyi təhlükəsizlik standartlarına tam cavab verməsidir. Amma bu demək deyil ki, göstərdiyim bu cihazlar Android ekosistemində dəstəklənmir. İcmalın gedişatında hər birini ayrılıqda dəyərləndirib uyğunluqları barədə əlavə olaraq məlumat verəcəm. İlk olaraq başlayaq Satechi-nin simsiz doldurma stansiyasından. Bu pad bir ekosistemə məxsus olan bir neçə cihazı eyni anda naqilsiz formada enerji ilə təchiz etmək üçün nəzərdə tutulubdur. Məsələn, iPhone, Apple Watch və yaxud da ki AirPods-u sadəcə stansiyanın üzərinə yerləşdirməklə onları eyni anda naqilsiz formada şarj eləmək olur. Müvafiq olaraq bu cihaz Qi2 texnologiyası ilə smartfonlar 15 Watt, ağıllı saatlar və naqilsiz qulaqlıqları isə 5 Wattlıq sürətli enerji yığma ilə təchiz eləyir. Texniki detallardan əlavə cihazın əsas üstünlüyü tam olaraq travel size, yəni səfər çantanıza uyğun formada yığıla bilməsi, dözümlü və yüngül alüminium gövdədə olmasıdır. Əlavə olaraq cihazlara təmas olunan hissəsi də premium ekodəridən hazırlanıbdır. Uyumluluğuna gəlincə bu üçlü simsiz enerji stansiyası Apple-ın bütün ekosistemi, smartfon, saat, qulaqlıq, Samsung, Google, Motorola və OnePlus-in isə yalnız smartfonları ilə stabil çalışır. Qutusundan da çıxan 45 W'lıq adapter başlığı 1 metrlik USB Type-C kabeldə alıcıları əlavə xərclərdən xilas eləmiş olur. Növbəti cihazımız yenə də tez-tez səfər edənlərin yaxın dostu olan 10000 mAh-lıq tutuma sahib MagSafe dəstəkli power bankdır. Bu cihaz USB Type-C çıxışı ilə 20 Watt, naqilsiz formada, maqnit səthi ilə isə 15 W'lıq enerji ötürə bilir. Əgər həm USB çıxışını, həm də maqnit səthini eyni anda istifadə etsəniz, bu zaman hər bir cihaza 5 W'lıq enerji ötürəcək. Arxasında bir xüsusi dayağı var ki, bunun sayəsində cihazı enerji təmin oluna eyni zamanda stand kimi də istifadə edə bilərsiniz. Cəmi 226 qram çəkisi və kompakt ölçüləri ilə seçilən bu model Qi2 və MagSafe texnologiyaları ilə həm iOS, həm də xüsusi case-lə Android cihazlarında dəstəklənir. Bilməyənlər üçün qeyd edim ki, Qi texnologiyası 2008-ci ildə yaradılan və cihazı sadəcə panelin üzərinə qoymaqla enerji ötürə bilən qlobal bir standartdır. Qi2 isə Apple-ın MagSafe texnologiyası əsasında hazırlanan yeni nəsil bir standartdır ki, daxili maqnitləri sayəsində enerji nöqtəsinə yapışmanı tam təmin eləyərək enerji itkisini azaldır və sürətli doldurmanı təmin eləyir. Powerbankın ən böyük üstünlüklərindən biri də pass-through charging texnologiyasına sahib olmasıdır, yəni ötürücü şarj funksiyası. Bu da powerbankın özü şarj olunan zaman eyni zamanda smartfonu da enerji ilə təmin etməsinə imkan yaradır. Üçüncü cihazımız Satechi-nin 145 W'lıq USB-C adapter başlığı modelidir. Əgər səyahət zamanı yanınızda MacBook, iPad, iPhone və digər aksesuarlarınız, cihazlarınız varsa, tək bu başlıqla bütün o iri adapterləri əvəzləyə bilərsiniz. Cihazın 4 ədəd USB-C portu var və ümumi çıxış gücü 145 Wattdır. Ekranda gördüyünüz kimi tək portdan istifadə elədikdə Power Delivery 3.1 dəstəyi ilə MacBook Pro-nu maksimum 140 Watt sürətlə doldura bilir. Əgər eyni anda 4 fərqli gadget qoşsanız, cihaz ağıllı şəkildə, məsələn 65 Watt, 30 Watt, 25 Watt, 20 Watt olmaqla enerjini bölür və bütün cihazları şarj eləyə bilir. Başlığı fərqli eləyən əsas məqam qabaqcıl qalium nitrit texnologiyasıdır. Bu texnologiya və qrafen izolyatoru sayəsində cihaz həm daha kiçik ölçülüdür, həm də yüksək gərginlikdə belə qızmadan daha dözümlü və səmərəli formada çalışa bilir. Adından da göründüyü kimi tam olaraq bir səyahət dostudur. Qutusundan müxtəlif ölkələrə uyğun başlıqlar və daşımaq üçün belə bir xüsusi кейsi çıxır. İncə dizaynı sayəsində əl çantanızda demək olar ki, yer tutmur. Təhlükəsizlik tərəfində də Satechi işi şansa buraxmayıbdı. Adapter daxili olaraq qısa qapanma, həddindən artıq cəryan, yüksək gərginlik və qızmadan qoruma sistemləri ilə təchiz olunub ki,
Bu da digər bahalı cihazlarınızı tam olaraq buna etibar etməyə imkan yaradır. Bir sözlə, bu adapter həm iş masanızdakı o kabel qarışıqlığını tək bir nöqtədə birləşdirir, həm də dünyanı gəzəndə bütün texnoloji təchizatınızı tək başına enerji ilə təmin edə bilir. Növbəti aksesuar isə notebook istifadəçilərinin, xüsusən də port azlığından əziyyət çəkənlərin əvəz edilməz köməkçisi olacaq 7-si birində USB-C multiport adapteridir. Bu kompakt cihaz cəmi bircə USB-C girişini 7 əsas qoşulma nöqtəsinə çevirir. Adapterin üzərində 4K 60 Hz dəstəkli HDMI çıxışı, stabil internet üçün Ethernet portu, 2 ədəd 10 GB saniyə sürətli USB-A girişi və 104 MB saniyə sürətlə micro SD kart oxucuları yer alır. Texniki imkanlarına gəlincə, bu adapter 100 Watt USB-C Power Delivery dəstəyi ilə seçilir. Bu da o deməkdir ki, siz notebookunuzu şarj edən zaman bu adapter üzərindən digər portlardan tam gücü ilə istifadə edə bilərsiniz. Dizayn baxımından Satechi yenə də öz premium dəstək xəttini burada da qoruyub saxlayıbdı. Cihazın gövdəsi dözümlü alüminiumdan hazırlanıbdı. Birləşdirici kabeli isə xüsusi hörük materialından əhatələyiblər. Həmçinin kabelin boyun hissəsi də qırılmalara qarşı davamlı formada hazırlanıb ki, bu da onu gündəlik daşınmalar üçün daha uzun ömürlü eləyir. İstər ofisdə monitor qoşmaq, istərsə də səyahət zamanı kartdakı faylları köçürmək istəyirsinizsə, rahatlıqla bu adapterdən faydalana bilərsiniz. Davam edək. Bu əlimdə gördüyünüz isə səyahətlər zamanı bagajınızın təhlükəsizliyini təmin edən bagaj taqıdır. Əslində sadə bir bagaj etiketi deyil, daxilinə Apple'ın Find My texnologiyası inteqrasiya olunmuş ağıllı izləmə cihazıdır. Bluetooth 5.4 dəstəyi sayəsində çantanızın yerini real vaxt rejimdə izləməyə və uzaqlaşdıqda telefona dərhal xəbərdarlıq göndərməyə imkan yaradır. Həmçinin daxilindəki 90 desibel gücündə olan səs ucaldanı sayəsində Find My tətbiqi üzərindən siqnal verərək çantanızı asanlıqla tapa bilərsiniz. Cihazın ən böyük üstünlüklərindən biri batarya dərdinə son qoymasıdır. Belə ki, daxili 150 mAh bataryası MagSafe şarj cihazları ilə naqilsiz formada doldurula bilir. Tək bir dolumla 8 aya qədər istifadə müddəti təmin edən bu etiket üzərindəki LED indikatoru vasitəsilə də şarjın vəziyyətini göstərir. Texniki olaraq qapalı məkanda 10-20 metr, açıq sahələrdə isə 50 metrə qədər bağlantı məsafəsinə malikdir. Dizayn tərəfinə gəldikdə, Satechi burada həm görüntünü, həm də gizliliyi ön plana çıxarıbdı. Premium Eco dərdən hazırlanan etiket standart bir aksesuar kimi göründüyü üçün kənardan izləmə cihazı olduğunu hiss elətdirmir. Bu da təqin oğurlanması hallarının qarşısını alır. Şəxsi məlumatlarınızın yazıldığı kart hissəsi isə xüsusi qapaq altında gizlədilib ki, hər kəs tərəfindən görünməsin. Rütubətə, zərbələrə və temperatur dəyişikliklərinə dözümlü olan bu aksesuar tənzimlənən kəməri və möhkəm halqası ilə çantanıza tam etibarlı bir şəkildə bağlanır. Və sonuncu aksesuar səyahət silsiləsinin bəlkə də ən vacib parçalarından biri olan pasport üzlüyü. Amma bu parça pasportunuzu sadəcə fiziki aşınmalardan qorumaqla qalmır, həm də onu itirməkdən sığortalayır. Apple'ın Find My texnologiyası və daxili Bluetooth 5.2 dəstəyi ilə təchiz olmuş bu üzlük pasportunuzun yerini real vaxt rejimdə izləməyə və onu hardasa unutduqda dərhal bildiriş almağa imkan yaradır. Əgər pasportunuzu evdə və ya çantanızda tapa bilmirsinizsə, tətbiq üzərindən səs siqnalını aktivləşdirməklə onu saniyələr içində axtarmağa başlaya bilərsiniz. Əslində bu ağıllı aksesuarın texniki tərəfi də olduqca maraqlıdır, çünki o batarya dəyişmə məsələsini də aradan qaldırıbdı. MagSafe dəstəkli cihazlar vasitəsilə naqilsiz formada doldurula bilən 150 mAh-lıq litium bataryası var. Tək bir dəfə dolmaqla da 5 aya qədər istifadə müddəti təqdim edir. Bundan əlavə bu üzlükdə 4 ədəd kart və ya vacib sənəd üçün xüsusi cib yer alır ki, RFID qorunması sayəsində də şəxsi məlumatlarınızın kənardan rəqəmsal yolla oğurlanmasının qarşısını ala bilir. Dizayn tərəfində də cızıqlara qarşı dözümlü və yüksək keyfiyyətli eko dəridən hazırlanan bu üzlük incə və kompakt quruluşu ilə cibinizdə və yaxud da ki, əl yükünüzdə artıq yer tutmadan səyahət üslubunuzu tamamlayır. Belə dostlar, bu gün sizə Amerikan brendi Satechi'nin 6 fərqli aksesuarı barəsində məlumat verdim. Qeyd edim ki, brend daha çox Apple ekosistemi ilə uyumluluq təşkil eləyir, lakin adapter başlıqları, powerbankı, USB hub'ı və simsiz enerji stansiyasını digər brendlərin, xüsusilə də Android ekosisteminin məhsulları ilə də istifadə etmək mümkündür. Əgər video faydalı oldusa və bu tipli aksesuar icmallarının davamlı olmasını istəyirsinizsə, rəy bölməsində fikirlərinizi mənimlə bölüşün. Gələn dəfə daha maraqlı cihazları sizin üçün təqdim edeyim.